Her səhər bizi görür bunlar. Xəyam da izatdan var. Hal-hazırda xəyam da hal-hazırda. Bir sən nətər olur? Biri maşın yoxlaymış, biri də başı qarşı yazmağa. Bu da baxır başı qarşı yazmaq keçib gedib kırıkada durur. Baxıblar kamerada. Hə. Bu da keçib gedib kırıkada durub baxır ki, heç kim görmür. Biri yazmağa başı qarşı. Bir də maşın yoxlaymış. Yox, Allahsızlıqdır, Allah'a hamd olsun. Hə də, öyle. Yox, mən iş tapışır qardaş orada. Burada gəlsin, orada gizli keçsin. Da bu nə oldu ki? Adam kesən yer var, onların yağın açılmış orada. Açıq deyəndə orada açıq olur da pastayanı. Orada məncə işləmir, hə deyəsən ki. Şlamal da işləmir. Şlaqmadan keçmir, içərdən keçmir. Şeydə nəqliyyatdan, Turniketdən. turniketdən. Orada necə keçir? Görüb ki, bu yazır, ofisdə maşın yoxmuş. Aymaz oluyor. Ya kartı qoyublar ona keçib. Ha, açıq olur ora, yerini açıq olur. Yedi kırıka var ya, Hə. kırıkada durup baxırım. 9 orada olur. 9'u kırkası yok. Ambalyan da kırık olur. Kamalcı'da şey olur, termiz olur. Zengin evler girse. Galiba değil hesaplaşmıştı. Çamağa. Buna diyor böyle kayyam üstünde sos gelir, olması gelir. İsmini aldı kayyam üstünde. Xəyamın simində yox, o dövlət hazırlamışdı da. Və hazırlayanda bilmirdi gələcəklər. Həm Təhlükəsini. də ki deyəsən elə o simen ki var, deyəsən bulağın simenlə Hə. düşür. Həm bu simeni qaralamışdılar. Ya sen üstüne hazırlanmıştı. Haysa. Bunlar sənəcə simenlər üçün şeylər, navodkalı ilə çan simində girmək lazımdır. Özü soruşurlar kimin simenidir. Bunların adam var soruşurlar. Yani o sosla soruşurlar ya. Hayırlar heç vaxt elə birbaşa buradan soruşmazlar ya. Onlar özləri adamları var yəni. O satanda da işləyənə çoxdan tərkəz işləyənlər də axı səndə. Soruşurlar, İlqardan da soruşurlar. Turalın razılığı ona sonra girə bilərlər, hə? Gəl tutur alıyor desə yox gəlməyəcək. Tural ölçədə özü deyir ki, gəlmə. Yox. Turalı qozu qoyur. Aysa. Bunlar bir dənə zabor, bir sanadan keçənməzlər. Bu hasarlanma çəkir var. Oradan keçənməzlər. Çünki təqdimat yazıb göndərirlər neft şirkətinə bunların damdağdalar. Qapıdan keçir, hər keçsin qapı. Turlanlar yox, hər yerdə zaboru turlanır. Qapıdan keçir də. Zabordan tullanmır ki. Zabordan tullansa da deşik yerlərlə buranı. Şulan görürsən şeydən keçir də, turniketdən keçir rahat. Ona kim nə deyə bilir? Heç kim. Xidməti ayaq sayıqlığı yox deyir. 14'ten girə bilirlər. 108 çağrı mərkəzi əməkdaşları 100 FM-də. Bizim simində kimdə bilmirəm. Asan cavab. Salam, hər vaxtınız xeyir. Sizinlə mənəm Güneş Seydova. Asan Radio'nun təqdimatında asan cavabı dinləyirsiniz. Sizə asan xidmət mərkəzlərində həyata keçirilən xidmətlər, həmçinin ən çox ünvanlı müraciətlərlə bağlı məlumat təqdim edəcəm. Keçək suallara. Soruşurlar ki, şəxsiyyət vəsiqəsi dəyişdiriləndə özümüzlə şəkil gətirməliyik,
ticari sığortasını Asan Xidmət Hə, Mərkəzində etmək Ha. olunur. Post birdən bir keçər. O açıq qoymasa niyə hara girir orada? Əfqan görmədi. Əmlakın yerləşdiyi yerdən asılı olmayaraq, istənilən Asan Xidmət Mərkəzinə, Şu an bana görə sayılan zəhmət Asan hara Xidmət gedir? Mərkəzinə müraciət edə bilərsən. Daşınmaz əmlakın icbari sığortası xidməti ilə Ha, şey bağlı, isminlərdə. əmlakın yerləşdiyi yerdən asılı olmayaraq, Şey gedir, istənilən Gülşat Asan başqa Xidmət isminə, Mərkəzinə Xəyyam isminə. müraciət oluna bilər. Zəruri sənədlər, Gülşat var, şəxsiyyət vəsiqəsi, Xəyyamı yox, bizə yazmışlar onu. Onu Xəyyamı yox. Daşınmaz Biz oxudum əmlak onu. Bakı şəhərində yerləşirsə, sığorta Bayram o bizə gəlir. Gəncə, Elvin. Ay bilə, axır Kamal itələdi bizim Simenədə onu. digər şəhər və ya Kamal oynar belədi, növbə tapamıram ona Simenə verim. təşkil edəcək. Məzələn. Allah haqqı. Suallardan biri də budur ki, xarici pasport dəyişəndə əvvəlki pasport təhvil verilir. Bilmək istəyirəm ki, içində viza olduqda necə olur? Pasport dəyişdirilən zaman vətəndaşlığı olan Bayram ümumi oldu, vətəndaş tələb pasportunun aktiv vizası O Fətəli niyə istəmir bəyəm? İstəmir, yəqin atılar. Kim istəmir atılar bu Aktiv oyunu. viza olmadığı halda, aktiv olmayan viza Daşqın və yəni. bunun surəti vətəndaşa verilir. Daşqın istəyir. Ümumi vətəndaş Ya bu daşqın pasportunda deyil, viza sən. olmadığı zaman sənəd vətəndaşa Sahib geri viza verilir. dəyişir. Sənəd müvafiq orqana təhvil edilir. Sual təqdim olunub ki, nikahla bağlı tibbi müayinədən keçmək üçün ancaq Sual yaxşı səhərə xalqdır, yazılmaq hara lazımdır. Tibbi arayışın əldə olunması ilə bağlı qida qəbul etmədən öncə O da maşın demir, azıq o düşür demir maşını 9-a saat. bununla bağlı heç bir məhdudiyyət Zorlayıcı. mövcud deyil. Mərkəzin iş saatları daxilində istənilən vaxt müraciət Amma edə bilərsiniz. daşqın o da niyə məsələşmişdi? Növbəti sual belədir. O gün deyir şeydir. Hansı tərəfdir? Post tərəfdir. Razılıq Hansı tərəfdir? Postdayam deyir. Ay növbəsi zat dəyişir. Ha deyir, mən də niyə onun ağzına qızdıracam bir dəqiqə, əsəbləşdi deyir. Bilgi nigah dövründə əldə olunubsa, Hardan alacam, nə deyir? Nasıl deyir o? eyni zamanda yaşayış sahəsində qeydiyyatda olan 18 yaşdan yuxarı olan hər bir vətəndaşın yazılı razılığı təqdim edilməlidir. Deyir, bunu bu yandan. Vətəndaş soruşur, nigahda şahidlərin iştirakı vacibdir. Nigahın qeydə alınması mərhələsində istədiyiniz halda şahidlər iştirak edə bilər. Yəni onların iştirak etməsi məcburi deyil. Soruşurlar ki, sürücülük vəsiqəmi itirmişəm. Onu ən tez hansı müddətə bərpa etmək olar? Şəxs barəsində qanuni qüvvəyə minmiş qərarlı cərimə və ya məhdudiyyət olmadıqda, sürücülük vəsiqəsi vətəndaşın növbəsi çatdıqda 20-30 dəqiqə ərzində hazırlanaraq təqdim olunur. Vətəndaş yazır ki, yaşayış yerim Bakı şəhəridir. İstənilən Asan Xidmət Mərkəzinə gəlib yaşayış yeri haqqında arayış əldə edə bilərəm. Bəli, yaşayış yeri haqqında arayışın əldə olunması ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Şəxsin özü müraciət etməlidir və bu zaman Yekə qar yağır, özü. Var amma şaxta yoxdur da elə bir şey. Gürcüstandan gələn bizim şeylər var, turlar. Görsədilər orada şey düz yarısa kimi qardı. Qalıblar şeydə qarın içində. Azərbaycan Nurda deyir bu Respublikasında yüzden. məhkumluq barədə arayış almaq olur. Yasin, Bəli, daldan əcnəbi maşın gəldi. vətəndaşlığı olmayan şəxs məhkumluq haqqında arayışın əldə edilməsi ilə bağlı Asan Xidmət Mərkəzlərinə müraciət edə bilər. Əcnəbi və vətəndaşlığı olmayan şəxs məhkumluq arayışı üçün müraciət edəndə Razı olsun. Azərbaycan Respublikasında ümumi İndi baxarsan bizim bəxtimizə razı zad yoxdur. Ay. Sual təqdim olunub ki, mənim 18 yaşım tamam deyil, işləmək üçün valideynimin razılıq ərizəsi necə yazıla bilər? Yetkinlik yaşına çatmamış şəxslərin valideynin razılıq ərizəsi yazılması üçün valideynin qeydiyyat məhdudiyyəti olmadan istənilən Asan Xidmət Mərkəzinə müraciət edə bilər. Bununla bağlı müraciət edən valideyn öz şəxsiyyət vəsiqəsinin əslini təqdim edir. Məlumatların düzgün yazılması üçün isə uşağın şəxsiyyət vəsiqəsinə dair məlumatların təqdim olunması tövsiyə edilir. İmza təsdiqi ilə bağlı ödəniş 6 manat təşkil edir. Növbəti sual belədir. Bu Eyvazdır deyəsən. Tərsə, Yo, gecə Megan var ya bunların Simendə. iki tərəf Furqon Megan. müraciət etməlidir. Təkrar O maşında. Gecədən qalan da var.